Bizim bayrağımız bizim gurur mənbəyidir. Bizim bayrağımız bizim canımızdır, bizim yüreğimizdir. Eşk olsun Azərbaycan bayrağına. Salam əziz izləyicilər. Bugün biz Azərbaycan xalqı üçün ən qürurlu günlərdən birini, yəni Azərbaycan Dövlət Bayrağı gününü qeyd edirik. Bayraq sadəcə bir parça deyil, o azadlığımızın, müstəqilliyimizin, vətən sevgimizin rəmzidir. Üçrəngli bayrağımızın hər dalğanışı, minlərlə qəhrəmanın, igidin qanı ilə yazılmış tariximizin davamıdır. Dumanlar başımda dastana döndü, dastana döndü. Geçti hayalımdan öz güzel yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Eline bülbüle çəmən yaxşıdır, insan cıvana zalvətən yaxşıdır. Yaxşıdır, insan cıvana zalvətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır. Adı gəlcək könül dastana döndü, dastana döndü. Biz hazırda şəhərdəyik əziz izləyicilər. Görək bugün Bakı sakinlərinin Dövlət Bayrağı günü ilə əlaqədar nə deyəcəklər, təəssüratları necə olacaq? Bugün bilirsiniz ki, Dövlət Bayrağı gündür. Bu günlə əlaqədar nə deyə bilərsiniz? Onu deyə bilərəm ki, bizim dövlət bayrağımız Rəsul Məmməd Sadət tərəfindən həmin ucaldılıb, ancaq o müvəqqəti olub. Məmməd Əmin Rasulzadə tərəfindən olan bayrağımız çox çəkməyib. İkinci dəfə biz Rusiyanın tərkibində nə qədər qaldıqsa da, bizim bayrağımızı mərhum Heydər Əliyev önləri ucaltdı və əbəd etdi. Ona görə də Heydər Əliyevin davamçısı, hörmətli prezidentimiz İlham Əliyev bizim işğal olunmuş ərazilərimizi ermənidən geri aldı və ölkəmizin bütövlüyünü təmin elədi. Mən inanıram ki, bizim Azərbaycan bayrağı neçə ki, ulu önlərin, davamçısı İlham Əliyevin və elə şəxslərin öhdəsində olacaqsa, heç vaxt enməyəcək, daha da ucalacaq. Bütün dünya bizim dövlət bayrağımıza hörmət eləyir, bizim dövlətçiliyimizə hörmət eləyir. Ona görə ki, bizim ulu önlərimizin, onun davamçısı İlham Əliyevin siyasətləri düzgün, xarici və daxili siyasəti düzgün olduğuna görə mən inanıram ki, müsəlman dünyasında bizim Azərbaycan dövlətinin birliyi birləşəcək, müsəlman dünyasından bütün qalan bizim əleyhimizə gedən ölkələr bizim dövlət bayrağımıza xələl gətirə bilməyəcək. Sabahınız xeyir olsun. Bayraq günü münasibətilə 9 noyabr bayraq günü münasibətilə xalqımı və bütün dövlətimi ürəkdən təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Başda prezidentimiz olmaqla xalqımıza Allah qüvvət versin. İlk öncə bütün dünya Azərbaycanlılarını təbrik edirəm. Bugün bayraq günümüzdür. Dünən zəfər günümüz idi. Bir sözlə bayram bayrama qarşı. Bu bayraq üçün ilk öncə ən birinci növbədə canından keçən şəhidlərimizə rəhmət diləyirəm. Ailələrinə başsağlığı diləyirəm. Qazi qardaşlarımıza hamısına can sağlığı diləyirəm. Bayraq, belə desək, bütün hamımız üçün önəmli bir simvoldur, önəmli bir rəmzdir. Həm istər bayrağımız uğrunda tökülən qanlar olsun, istər onun azadlığı uğrunda keçirilən siyasi məsələlər olsun və s. Yəni bu bayraq üçün çox əziyyətlər çəkilib. Onun üçün biz də bu ölkənin vətəndaşı olaraq
bu bayrağın qədrini bilməliyik. Onu həmişə zirvələrdə, yarışlarda və sair digər dünya platformalarında, belə desək, həmişə qürurla qaldırmalıyıq. Gəlin bu üç rəngli bayrağımızı hər zaman uca tutaq. Çünki onun hər dalğası şəhidlərimizin xatirəsini, xalqımızın gücünü və gələcəyimizin ümidini daşıyır.